Salam hörmətli izləyicilər. Siz Azi Xəbərin həftəlik buraxılışına baxırsınız. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu həftə bir sıra mühüm yeniliklər, beynəlxalq tədbirlər və akademik nailiyyətlər olub. Gəlin universitet həyatında baş verən əsas hadisələrlə sizi yaxından tanış edək. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti iqlim dəyişikliyi ilə bağlı beynəlxalq təşəbbüslər çərçivəsində Oxford Universitetinin Said Biznes Məktəbi ilə əməkdaşlıq elan edib. Əməkdaşlıq Oxford Said Qlobal İqlim Texnologiyaları müsabiqəsi 2026 layihəsi çərçivəsində həyata keçirilir. Layihədə texnologiyanın ətraf mühit dəyişikliklərinin monitoringi, iqlim risklərinə uyğunlaşma və müxtəlif səviyyələrdə innovativ yanaşmaların tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müsabiqənin final mərhələsi 2026-cı ilin avqust ayında Oxfordda keçiriləcək. Finalçı şagird komandaları və müəllimlər Said Business School'da öz həllərini və dərs planlarını təqdim etmək imkanı əldə edəcəklər. Əməkdaşlığın əsas məqsədi 15-18 yaşlı orta məktəb şagirdlərini və müəllimləri qlobal iqlim çağırışlarına praktik və miqyaslana bilən həllər hazırlamağa cəlb etməkdir. Layihə gənc innovatorları və müəllimləri aktual ekoloji problemlərə, texnologiyalara əsaslanan həllər və müasir dərs planları hazırlamağa təşviq edən nüfuzlu beynəlxalq platformadır və iqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə təhsilin və innovasiyanın rolunu gücləndirməyi hədəfləyir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 1 mart Beynəlxalq Mülki Müdafiə Günü münasibəti ilə dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi mövzusunda tədbir keçirilib. Tədbirdə mülki müdafiənin məqsədi və vəzifələri, qanunvericilik bazası, fövqəladə hallarda təhlükəsizliyin təmin edilməsi, xilasetmə və qəza bərpa işlərinin təşkili barədə ətraflı məlumat verilib. İştirakçıların sualları cavablandırılıb. Müzakirələrdə fakültə rəhbərləri və əməkdaşlar fəal iştirak ediblər. Tədbir çərçivəsində ekoloji risklərin idarə edilməsinin müasir dövrdə prioritet istiqamətlərdən biri olduğu bir daha diqqətə çatdırılıb. Dayanıqlı və sabit gələcəyin təmin olunması üçün qabaqlayıcı tədbirlərin və ictimai maarifləndirmənin əhəmiyyəti vurğulanıb. Sonda zəlzələlərin necə baş verməsindən və hansı fəsadlara gətirib çıxarmasından bəhs edən video çarx nümayiş etdirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycanın mədəniyyətlər arası kontekstində şəhər yaddaşı və memarlıq mövzusunda təşkil olunan 12-ci Beynəlxalq Multikulturalizm Məktəbinə start verilib. Məktəbdə dünyanın 20 ölkəsindən 25-dən artıq tələbə iştirak edib. İştirakçılar arasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ekvador, Grenada, Qambiya və Misirdən olan 4 əcnəbi tələbəsi də yer alıb. Proqram çərçivəsində iştirakçılar əvvəlcə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək Ümumilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini yad ediblər. Daha sonra onlara Bakının tarixi, şəhər memarlığı və abadlıq quruculuq işləri barədə məlumat verilib. Layihə çərçivəsində məktəb müddətində tələbələr Bakı ilə yanaşı Quba və Qusa rayonlarına da səfər edib. Azərbaycanın multikultural mühiti, etnik və dini müxtəlifliyi, tolerantlıq ənənələri ilə yaxından tanış olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Mingəçevir Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna uyğun olaraq həyata keçirilən tələbə və müəllim mübadiləsi proqramı çərçivəsində növbəti akademik fəaliyyətlər uğurla həyata keçirilib. Belə ki, Mingəçevir Dövlət Universitetinin 2 nəfər magistrantı universitetimizdə 4 həftəlik elmi tədqiqat təcrübəsində olub. Bununla yanaşı proqram çərçivəsində Mingəçevir Dövlət Universitetinin əməkdaşı Həsənov Ramil universitetimizdə akademik təcrübə mübadiləsində iştirak edib. Eyni zamanda kitabxana və informasiya sistemləri sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Mingəçevir Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzinin müdiri Sevda Səfərova da həmin tarixlərdə universitetimizə ezam olunublar. Ölkə daxili akademik təcrübə mübadiləsinin təşviqinə xidmət edən əməkdaşlıq çərçivəsində Ramil Həsənov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistratura səviyyəsində təhsil alan tələbələr üçün dərs keçib. Kitabxana İnformasiya Mərkəzinin müdiri Sevda Səfərova universitetimizin Kitabxana İnformasiya Mərkəzində görüş keçirib. Müxtəlif istiqamətlərdə müzakirələr aparıblar.
Bu həftə ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startap və Texnologiya Transferi Ofisi şöbəsinin təşkilatçılığı ilə bir sıra tədbirlər keçirilib. Belə ki, bu həftə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən Diptek İnkubasiya proqramının rəsmi açılış mərasimi baş tutub. Açılışda çıxış edən şöbə rəhbəri Əhməd Əhmədzadə proqramın universitetlərdə formalaşan elmi tədqiqat nəticələrinin real sənaye və bazar dəyərinə çevrilməsinə xidmət etdiyini bildirib. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Nigar Davud isə innovasiya ekosisteminin inkişafı və beynəlxalq rəqabət qabiliyyətli layihələrin dəstəklənməsinin prioritet olduğunu vurğulayıb. Mentorlar sənaye standartları, keyfiyyət idarə etməsi, komanda işi və texnologiya icmalarının rolu barədə tövsiyələrini bölüşüblər. Qeyd edək ki, 9 ay davam edəcək proqrama 15 komanda seçilib. Komandalar universitetimiz ilə yanaşı bir neçə yerli və beynəlxalq ali təhsil müəssisələrini təmsil edirlər. Əməkdaşlıq çərçivəsində həmçinin Idealize bir inkubasiya proqramının da bağlanış mərasimi keçirilib. Bağlanışda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Startap və Texnologiya Transfer Ofisi şöbəsinin rəhbəri Əhməd Əhmədzadə çıxış edərək proqramın əsas məqsədi, strukturu və icra mərhələləri barədə ətraflı məlumat verib. Qeyd edək ki, Idealize bir inkubasiya proqramı çərçivəsində seçim mərhələsindən uğurla keçən 13 komanda 5 ay müddətində intensiv inkubasiya və mentorluq prosesinə cəlb olunub. Ümumilikdə proqram çərçivəsində 10 təlim və mentor görüşü təşkil olunub. Münsiflərin yekun qərarına əsasən 5 komanda qalib elan olunub və hər biri 5000 manat məbləğində pul mükafatı ilə təltif edilib. Startap və Texnologiyaların Transferi Ofisi şöbəsinin təşkilatçılığı ilə keçirilən Skill Camp proqramının da yekun mərhələsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib. Mərasimdə şöbənin müdiri Əhməd Əhmədzadə proqramın məqsədi və əhəmiyyətindən danışıb. Mükafatlandırma mərasimində bir neçə komanda nümayəndəsi çıxış edərək öz layihələri haqqında məlumat verib. Proqram müddətində qazandıqları təcrübəni və əldə etdikləri nəticələri iştirakçılarla bölüşüblər. Sonda proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib. Qeyd edək ki, 2 həftə davam edən proqram müddətində iştirakçılar 28 funksional layihə hazırlayıblar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tədqiqatçı Yusif İbrahimov tərəfindən psixi sağlamlıq üçün süni intellektə etibar edə bilərikmi mövzusunda elmi seminar keçirilib. Universitetin elmi tədqiqatların əlaqələndirilməsi və monitoringi şöbəsinin müdiri Gülnarə Məmmədova seminar haqqında məlumat verdikdən sonra Yusif İbrahimov psixi sağlamlığın qiymətləndirməsində süni intellekt texnologiyalarının müasir tətbiqləri, bu sahədə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. İnteraktiv formatda keçirilən seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Yusif İbrahimov UFAZ məzunudur. O, 2022-2025-ci illərdə York Universitetində doktorantura təhsili alaraq psixi sağlamlıq üçün izah edilə bilən süni intellekt yanaşmaları mövzusunda dissertasiya müdafiə edib. Hazırda o, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baş tədqiqatçısı kimi fəaliyyət göstərir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində UFAZ 10 il, gələcək üçün 10 ideya silsiləsi çərçivəsində yer elmləri cəmiyyətin xidmətində, təhlükələr, resurslar və dayanıqlıq mövzusunda tədbir keçirilib. Tədbirdə UFAZ-ın icraçı direktoru Dosent Vazi Əskərov qonaqları salamlayaraq universitetin bu sahədəki strateji rolunu vurğulayıb. UFAZ-da tədqiqat fəaliyyətinin nəticəsi olaraq geofizika, geologiya və geokimiya sahələrindəki elmi məqalələrin böyük əksəriyyətinin yüksək reytingli Q1 və Q2 kateqoriyalı jurnallarda dərc olunduğunu bildirib. Bu uğurların həm Azərbaycan və Fransa hökumətlərinin təqaüd proqramları, həm də sənaye tərəfdaşlarının dəstəyi sayəsində mümkün olduğu diqqətə çatdırılıb. Tədbirin yekununda bu sahədə təhsil sektoru, hökumət və sənaye arasındakı strateji tərəfdaşlığın vacibliyi qeyd olunub.
AYMEK Mexanika Mühəndisləri İnstitutu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən tələbə cəmiyyətinin təşəbbüsü ilə Qazaxstana akademik səfər həyata keçirib. Akademik nümayəndə heyətini Neft Mexanika Fakültəsinin doktorantı Mehdi Mehdizadə və Mexanika Mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbəsi Rafiq Babazadə təmsil edib. Müxtəlif mövzularda müzakirələr aparılıb. Səfər çərçivəsində Qazaxstanın Nazarbayev, Satbayev, Milli Aqrar Tədqiqat və Qazaxstan-Britaniya Texniki Universiteti ilə görüşlər keçirilib. Bu akademik səfər yalnız təqdimat xarakteri daşımayıb, eyni zamanda bilik və təcrübə mübadiləsi, institusional dialoqun möhkəmləndirilməsi və regional mühəndislik tərəfdaşlığının inkişafı üçün mühüm platforma rolunu oynayıb. Keçirilən görüşlər gələcək birgə layihələr və davamlı əməkdaşlıq üçün möhkəm zəmin yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Observatoriya və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin professoru Fuad Ələsgərov müasir elmi tədqiqatlarda süni intellekt və data əsaslı analiz metodları mövzusunda seminar keçib. Seminarda professor Fərhad Rəhmanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Məsələlər üzrə Milli Observatoriya nümayəndələri Elçin Süleymanov, Əli Mahmudov və Vüsal İsayev iştirak ediblər. Eyni zamanda yerli universitet və qurumların nümayəndələri də seminara qatılıblar. Seminarda müasir elmi tədqiqatlarda süni intellektin tətbiqi imkanları, böyük verilənlərin analizi, alqoritmik modelləşdirilmə üsulları və bu texnologiyaların elmi araşdırmaların keyfiyyətinin artırılmasında rolundan bəhs edilib. Mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Ulu Öndər Heydər Əliyev və dövlət qadın siyasətinin inkişaf yolu mövzusunda tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Universitetin rektoru Dosent Rüfət Əzizov Azərbaycan qadınının cəmiyyətin bütün sahələrində artan rolundan danışıb. Qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. Sonra millət vəkili Məlahət İbrahim qızı çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasında qadınların artan rolundan və bugün bu təməl üzərində davam edən Azərbaycan qadınının ictimai-siyasi həyatda fəallığından bəhs edib. Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət qadın siyasətinin inkişaf tarixini əks etdirən sənədli film nümayiş olunub. Daha sonra universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin direktoru Sənan Hüseynov çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Təhsildə və Tələbə Həmkarlar İttifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə Həmkarlar İttifaqı təqaüdü təqdim edilib. Ölkə üzrə təqaüdə layiq görülən 250 tələbədən onu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir. Qeyd edək ki, akademik göstəriciləri yüksək olan və Tələbə Həmkarlar İttifaqı hərəkatında fəal iştirak edən gənclər üçün nəzərdə tutulan Həmkarlar İttifaqı təqaüdü proqramı tələbələrin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının qorunması və onların potensialının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına töhfə verir və onları daha yüksək nəticələr əldə etməyə təşviq edir. Bununla da bu həftəlik AZİ xəbər buraxılışı başa çatdı. Daha çox xəbər və yeniliklərdən məlumatlı olmaq üçün bizi izləməyə davam edin. Sağ olun, salamat qalın.